Dostlar, hoş gördük mənim əzizlərim. Bugün sizlere Şairgileyli beyler yaradıcılığından möhtəşəm bir şiir paylaşıram mənim əzizlərim. Şair yazır ki, bir kəsin qəlbinə çalış toxunma. Acı söz ürəkdə ox olar oğlum. Yalan danışmağı peşə elləmə, izzət də, hörmət də yox olar oğlum. Gül tək ətir saz, tikan tək bitmə, haqsızlıq görəndə diganə etmə, hər yol yoldaşına etibar etmə, xoş söz aldanan tez yıxılar oğlum. İnsanı yaşadan ürəkdir ürək, onu da qoruya biləsən gərək. Ölsən də yemə minnətli çörək, bir gün başına qaxarlar oğlum. Dostun ocağına oduna isin, açma qapısını yamanın pisin. Öz halal zəhmətinə güvənən kəsin, gözü də köllü də tox olar oğlum. Qıratın qaçışı duratda yoxdur, dəmir əyilməyi polatda yoxdur. Kitabda olanlar həyatda yoxdur, çox vaxtı Çin olmur yuxu oğlum. Sözü bir, əməli bir insana alqış, dar gündə gen qaçar, çox danış. Ac Leyli bəylər, az de, az danış. Çox sözün ağrısı çox olar oğlum, çox sözün ağrısı çox olar oğlum. Sağ olun dostlar.